Qoç, səbirli olun. Gün olduqca yaxşı keçəcək, lakin səhər siz xırda çətinliklərlə üzləşməli olacaqsınız. Başqaları ilə ünsiyyətdə çətinliklər ola bilər. Heç kim təslim olmaq istəməyəcək, hər kəs yorğanı öz üzərinə çəkməyə çalışacaq və nəticədə ümumi iş əziyyət çəkə bilər. Heç bir məhsuldar olmayan müzakirələrə qarışmamağa çalışın, nəticəsi tamamilə sizdən asılı olan işlərə diqqət yetirin. Günün ikinci yarısı çoxlu xoş sürprizlər gətirəcək. Bir çox qoç uzun müddətli dostluğun və ya romantik hekayənin başlanğıcına çevriləcək perspektivli tanışlıqlar edə biləcək. Ehtiyatlı olun. Bugün əvvəllər sizi və yaxınlarınızı çaşdıran bir çox suallara cavab almaq şansınız olacaq. Bu yaxınlara qədər tanış görünən və yeganə doğru saydığınız yanaşmalara yeni nəzər salmaq mümkün olacaq. Mümkündür ki, bəzi köhnə işləri yerindən tərpətmək və onları uğurla tamamlamaq üçün bir yol tapasınız. Gün kiçik çətinliklər olmadan çətin keçəcək, ancaq onlar üçün narahat olmayacaqsınız. Bəzi qoçlar yollarında yaranan maneələri o qədər həvəslə dəf edəcəklər ki, gözlədiklərindən daha yaxşı nəticələr əldə edəcəklər. Gücünüzü düzgün qiymətləndirmək, illüziyalardan və yalan ümidlərdən qaçmaq vacibdir. Yeni tanışlarla ünsiyyətdə çətinliklər istisna deyil, onlar sizi həmişə düzgün başa düşməyəcəklər. Ancaq münaqişələrdən yenə də qaçmaq olar. Düzgün sözləri tapacaqsınız, əvvəllər sizi dəstəkləməyənlərlə əməkdaşlıq barədə razılaşacaqsınız. Gün yaradıcılıq, ixtiraçılıq tələb edən istənilən iş üçün münasibdir. Elmi uğur ehtimal olunur. Bəzi qoçlar əvvəllər anlaşılmaz, çox çətin görünən, çaşqınlıq yaradan məşğul olacaqlar. Özünüz təşəbbüs göstərsəniz, geri çəkilməsəniz və sizə maraqlı bir şey təklif olunana qədər gözləsəniz, gün çox məhsuldar olacaq. Maraqlı bir iş tapan kimi bunu sizinlə birlikdə görmək istəyənlər də olacaq. Günün ortasına qədər böyük alış-veriş etməmək daha yaxşıdır. Maliyyə vəsaitlərinin boş yerə xərclənməsi riski var, bu yeganə pis məqamdır. Digər bütün sahələrdə müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək ki, həyatdan şikayətlənməyə heç bir əsasınız qalmayacaq. Nəticədə sevinmək üçün kifayət qədər səbəbləriniz olacaq. Maliyyə məsələlərində ehtiyatlı olun. Alış-verişə və ya maliyyə əməliyyatlara tələsməyin. Söhbət cüzi bir məbləğdən getsə də, indi onu xərcləməyin məqsədə uyğun olub-olmadığını düşünün. Nəzərə alın ki, ümid etdiyiniz gəlirlər bir qədər gecikə bilər. Günün qalan hissəsi əlverişli olacaq. İş üçün çox uyğundur, siz artıq tanış olan və tamamilə yeni işlərin öhdəsindən mükəmməl gələcəksiniz. Uğurlarınız diqqətdən qaçmayacaq. Nüfuzlu insanlar onlara diqqət yetirəcək və tezliklə maraqlı təkliflər alacaqsınız. Buğa, yaxşı gün keçirəcəksiniz. Lakin səhər saatlarında emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Bəzi köhnə münaqişələr yenidən gündəmə gələcək və hər şeyi həll etmək üçün vaxt sərf etməli olacaqsınız. Buna baxmayaraq, narahat olmasanız və konkret addımlar atsanız, hər şeyin öhdəsindən yaxşı gələcəksiniz. Bir çox buğa son dərəcə səxavətli olacaq, buna görə də müxtəlif insanlarla asanlıqla razılığa gələ bilərlər. Qarşınızda cəzbedici perspektivlər açılacaq ki, bunlara diqqət yetirmək və qaçırmamaq vacibdir. Ünsiyyət tərzinizə diqqət yetirin, ən kiçik tikanlara və ya nəzakətsiz zarafatlara icazə verməməlisiniz. Günün başlanğıcı kiçik anlaşılmazlıqlar, uğursuz hadisələr olmadan çətin keçəcək, buna görə də planlaşdırılan işi təxirə salmalı, istədiyinizdən tamamilə fərqli bir şey etməli olacaqsınız. Lakin müsbət tendensiyaların təsiri tezliklə artacaq, bütün çətinliklər keçmişdə qalacaq. Çox xoş xəbərlər, ardınca maraqlı təkliflər alacaqsınız. Həddindən artıq işləməməyə çalışın. Gün yorucu dərslər və ağır işlər üçün çətin ki, uyğun olsun. Ancaq yaxınlarınızla ünsiyyət üçün əlverişli olacaq. Onlarla asanlıqla ümumi dil tapa bilərsiniz. Gün parlaq və hadisələrlə zəngin olacaq, şübhəsiz ki, çoxlu müsbət emosiyalar bəxş edəcək. Uzaqdan xoş xəbərlər, dərhal razılaşmaq istədiyiniz təkliflər ola bilər. Kiminsə köməyinə ehtiyacınız varsa, çətinlik çəkmədən alacaqsınız. Gözləmədiyiniz insanlar da həvəslə sizin tərəfinizdə dayanacaqlar. Yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Daha əvvəl ortaq dil tapmadığınız insanlarla daha yaxşı anlaşacaqsınız. Romantik sürprizlər də daxil olmaqla xoş sürprizlər ola bilər.
Gün yaxşı keçəcək, amma yenə də narahatlıq üçün səbəb olacaq. Bugün bəzi ailəvi tədbirlərə gedən buğalar üçün asan olmayacaq. Qohumlarla, xüsusən də yaşlılarla münasibət qurmaq həmişəkindən bir qədər çətin olacaq. Ancaq mübahisələrdən yenə də qaçmaq olar və ciddi münaqişələr üçün heç bir səbəb olmayacaq. Amma dostlarla keçirdiyiniz vaxt çox canlı emosiyalar verəcək. Onlar, şübhəsiz ki, maraqlı bir şey təklif edəcəklər və fikirləriniz böyük həvəslə dəstəklənəcək. Gözlənilməz hədiyyələr, sürprizlər, eləcə də məmnuniyyətlə qəbul edəcəyiniz dəvətlər mümkündür. Günün başlanğıcı asan olmayacaq. Ətrafınızdakı insanlar işlərinizə çox tez-tez müdaxilə edə bilər, bununla da diqqətinizi cəmləməyə mane olacaqlar və bəzən sizin üçün daha ciddi problemlər yarana bilər. Planlarınızı kiminləsə müzakirə etmək, fikir mübadiləsi aparmaq arzu olunmazdır. Demək olar ki, heç kim sizi dəstəkləməyəcək, lakin çoxları sizi çaşdıra bilər. Günün ikinci yarısı daha sakit keçəcək. Uzun müddətdir təxirə salınmış işləri görmək imkanı yaranacaq. Çoxdan başladığınız işi uğurla başa çatdıracaq və razı qalacaqsınız. Axşam ən yaxın insanlarla ünsiyyət üçün əlverişli zaman olacaq. Əkizlər, anı ələ keçirin. Günün ilk yarısı xüsusilə uğurlu olacaq, ona görə də bütün vacib məsələlərin öhdəsindən mümkün qədər tez gəlməyə çalışmaq vacibdir. Orijinal həllər uğurlu və perspektivli olacaqdır. Bəzi əkizlər risk götürə və əhəmiyyətli qazanc əldə edə biləcəklər. Layihələrinizin həyata keçirilməsi üçün sponsorluq almaq mümkündür. Günün ikinci yarısı bir qədər əlverişsiz olacaq. Yaxınlarınızla münaqişələr, ehtimal ki, onların hiss və emosiyalarına məhəl qoymamaq meylinizlə bağlıdır. Mübahisə baş verərsə, mümkün qədər tez barışıq üçün ilk addımı atmağa çalışın. Xırda məsələlərdən və təsir edə bilmədiyiniz problemlərə görə narahat olmasanız, gün yaxşı keçəcək. Günün əvvəlində kifayət qədər zəif olan müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq. Buna görə də vacib bir iş planlaşdırırsınızsa, vaxt ayırın, uyğun anı gözləyin. Ulduzlar bugün xüsusilə xidmət sektorunda çalışan əkizlər, eləcə də ictimai layihələrlə məşğul olan, başqalarına kömək edən bürc nümayəndələri üçün əlverişli olacaq. Bürcün bu cür nümayəndələrini çox xoş tanışlıqlar, uzun müddət xatırlayacaqları görüşlər gözləyir. Yeni işlərə baş vurun, onlarda tez bir zamanda uğur qazanacaqsınız. İntuisiyanız sizə çətin vəziyyətləri anlamağa kömək edəcək, ilk növbədə nəyin öhdəsindən gəlmək lazım olduğunu və ən yaxşı şəkildə necə davam edəcəyinizi anlamağa imkan verəcək. Nağd maliyyə daxil olmaları, həmçinin gözlənilməz mənbələrdən maraqlı hədiyyələr ola bilər. Bürcün bəzi nümayəndələri sərfəli sövdələşmələr bağlayacaqlar. Qarşınızda yeni imkanlar açan uğurlu təsadüflər, hadisələr istisna edilmir. Gün yaxınlarınızla ünsiyyət, dostlarla görüş və ya romantik görüş üçün əlverişlidir. Bugün üçün hansı planlar qursanız da onları həyata keçirərkən yalnız öz gücünüzə, biliyinizə və sağlam düşüncənizə arxalanın. Tanışların müdaxiləsi problemlərə və xoşagəlməz anlaşılmazlıqlara səbəb olacaq. Ola bilsin ki, hətta ən yaxınlarınız da tamamilə istəmədən sizə pis kömək göstərsinlər. Ətrafınızdakı insanlardan gözləntiləriniz nə qədər az olarsa, başqaları ilə ortaq dil tapmaq bir o qədər asan olar. Axşam həm mehriban görüş, həm kiçik bir ailə bayramı, həm də qeyri-adi şəraitdə romantik görüş üçün ideal zamandır. Günə ən çətin işlərlə başlamağa dəyər. Gözlədiyinizdən daha tez öhdəsindən gələ biləcəksiniz, çünki öz üsullarınızla hərəkət edəcəksiniz. Başqasının nümunəsi və fikirləri sizin üçün çətin ki, faydalı olsun. Öz təcrübənizi və sağlam düşüncənizi rəhbər tutmağınız daha yaxşıdır. Bəzi əkizlərin böyük ideyaları olacaq, onların həyata keçirilməsi bürcün nümayəndələrinə yaxşı qazanmaq imkan verəcək. Günün ikinci yarısı istirahət üçün münasibdir. Bu zaman çox işləməmək, çətin işlərlə məşğul olmamaq, xoşunuza gələn adamlarla ünsiyyət qurmaq daha yaxşıdır. Lazım gələrsə, dostlar sizə dəstək olacaq və mütləq sizə maraqlı bir şey təklif edəcəklər. Xərçəng. Gün asan olmayacaq, amma hər şeyin öhdəsindən gələcəksiniz. Səhər saatlarında fikir ayrılıqları yarana bilər. Həmişə öz mövqeyinizi müdafiə edə və başqaları ilə qarşılıqlı anlaşmaya nail ola bilməyəcəksiniz. Uğurun açarı emosiyaların öhdəsindən gəlmək və istənilən vəziyyətdə soyuqqanlılığı qorumaq bacarığı olacaq.
Məsuliyyətli qərarlar qəbul etməməlisiniz. Bir çox xərçənglər onlara tanış olmayan məsələləri anlamaqda çətinlik çəkəcəklər. Ancaq günün ikinci yarısı kifayət qədər müsbət nəticələnəcək. Çox şeydə şanslı olacaqsınız. Gözlənilməz qərarlar uğurlu nəticələrə gətirib çıxaracaq. Gün ünsiyyət, dostlar və digər yaxın insanlarla görüşlər, planların müzakirəsi üçün əlverişli olacaq. Siz son vaxtlar çox az olan çoxlu məntiqli və faydalı məsləhətlər və sadəcə dəstək sözləri eşidəcəksiniz. Səfərlər yaxşı alınacaq, xüsusən də sizi yaxşı dostlar müşayiət edərsə. Günün ikinci yarısında istənilən işdə daha diqqətli olmalısınız. Maliyyə məsələləri xüsusi diqqət tələb edəcək. Bu, düşündüyünüzdən daha çətin ola bilər, ona görə də vaxt ayırıb hər şeyi düşünmək vacibdir. Amma romantik münasibətdə sadəcə intuisiyanıza etibar edə bilərsiniz. Fikirlərinizi toparlamaq, ciddi şəkildə köklənmək asan olmayacaq. Bugün siz həmişəkindən daha həssas olacaqsınız, çox şeyi ürəyinizə yaxın buraxa bilərsiniz. Niyə bu şəkildə hərəkət etdiyiniz başqalarına həmişə aydın olmayacaq? Ünsiyyətdə gərgin anlar ola bilər, lakin siz münaqişəyə imkan verməyəcəksiniz. Gün yaradıcı yanaşma tələb edən fəaliyyətlər üçün münasibdir. Heç kimin ağlına gətirə bilməyəcəyi ideyalarınız olacaq. Uzaqdan yaxşı xəbərlər gələ bilər. Bir çox xərçənglər köhnə tanışları, uşaqlıq və yeniyetməlik dostları ilə görüşməkdən məmnun olacaqlar. Günün əvvəlində çətin işlərlə məşğul olmayın. Vacib görüşlər də təxirə salınmalıdır. Səhər sizin üçün düzgün sözləri tapmaq və xoş təəssürat yaradacaq hərəkət istiqamətini seçmək daha çətin olacaq. İstirahət etmək, gücünüzü bərpa etmək, yorucu olmayan, lakin maraqlı bir iş görmək çox faydalı olacaq. Dərhal özünüzü daha şən hiss edəcəksiniz. Ancaq günün ikinci yarısı ciddi, məsuliyyətli və diqqət tələb edən hər iş üçün uyğundur. Bu zaman diqqətinizi cəmləmək sizin üçün asan olacaq, intuisiyanız sizə ən yaxşısını etməyin yolunu göstərəcək və yaxınlıqda kömək və dəstək verməyə hazır olan insanlar da olacaq. Gün işgüzar münasibətlərdə ehtiyatlı olmağı tələb edəcək. Yalnız əvvəllər sizə dəfələrlə dəstək olan, çətin anlarda kömək edən adamlara güvənməyə çalışın. Yeni tanışlar ümidlərinizi doğrultmaya, razılaşmaları poza, sizi çaşdıra bilər. Maliyyə və ya əmlakla bağlı sənədləri imzalamağa tələsməyin. Burada hər şeyi bir daha yoxlamaq daha yaxşıdır. Yaxınlarınızla ünsiyyətdə heç bir çətinlik olmayacaq, gün ərzində bir-birinizi yaxşı başa düşəcəksiniz. Axşam sevən xərçənglər üçün romantik sürprizlər vəd edilir. Şiir. Gün mübahisəli olacaq, amma daha çox yaxşılıq olacaq. Artan intuisiya, ilham və yaradıcılıq sizə bir çox problemləri həll etməyə imkan verəcək. Bəzi şirlər son dərəcə dərrakəli olacaqlar ki, bu da onlara müxtəlif insanlarla tez danışıqlar aparmağa kömək edəcək. Lakin günün ortasında pulla bağlı məsələlərin müzakirəsi bir qədər çətinləşəcək. Əgər sakit qala bilsəniz, nəticədə bir kompromis tapacaqsınız. Axşam yaxınlaşdıqca enerji səviyyəniz artacaq. Dostlarla görüşmək üçün əlverişli andır. Ümumi biznes maraqlarınız varsa, bu xüsusilə yaxşıdır. Günün əvvəlində müsbət əhval-ruhiyyəyə köklənmək çətin olacaq. Başqa vaxt sadəcə diqqət etməyəcəyiniz kiçik problemlər sizi əsəbiləşdirəcək. Hər hansı bir xırdalıqdan narahat ola bilərsiniz. Ancaq artıq günün ortasında sizi başqaları üçün xüsusilə cəlbedici edən nikbinlik və özünə inam sizə qayıdacaq. Çoxlarının bir-birini daha yaxından tanımaq istəməsi təəccüblü olmayacaq. Bəlkə də dostluq və ya romantik münasibətlərin başlanğıcı qeyd olunacaq. Yeni münasibətlər çox parlaq duyğular verəcək. Sakit qalmaq çətin olacaq. Bugün ətrafınızdakı insanlar işlərinizə daha tez-tez qarışa bilər və bununla da tarazlığınızı poza, sizi əsəbiləşdirə bilərlər. Bəzi şirlər də tənqidə məruz qalacaqlar, bəzən heç bir səbəb olmadan. Və bu, bürcün nümayəndələrinin xoşuna gəlməyəcək. Yarana biləcək bütün çətinliklərə baxmayaraq gün çox məhsuldar olacaq. Köhnə işləri tamamlamaq üçün uyğun gəlir. Nəticələr gözlədiyinizdən də yaxşı olacaq. Nağd maliyyə daxil olmaları və hədiyyələr ola bilər. Nəhayət, uzun müddətdir düşündüyünüz suallara cavablar olacaq və çox işlər daha da asanlaşacaq. Həm də uzun müddət əvvəl diqqət tələb edən darıxdırıcı işlərlə məşğul olacaqsınız və məmnuniyyətlə daha maraqlı bir işə də baş vuracaqsınız.
Səfərlər yaxşı keçəcək, xüsusən də köhnə dostların dəvəti ilə getsəniz. Ətrafınızda baş verənləri diqqətlə izləməyə çalışın. Bu yolla siz faydalı məlumat əldə etmək, tezliklə faydalı ola biləcək məlumatları başqalarından əvvəl öyrənmək şansınız olacaq. Başqalarının təcrübəsi sayəsində öz səhvlərinizdən qaça bilərsiniz. Səhər yaxşı xəbərlər ala bilərsiniz. Ola bilər ki, bu zaman çoxdan gözlədiyiniz təklifləri də alacaqsınız. Əgər vacib işləriniz varsa, onları təxirə salmamaq daha yaxşıdır. Çünki müsbət tendensiyaların təsiri günün əvvəlində xüsusilə güclü olacaq. Sonradan sakit və əsaslandırılmış qərarlar tələb edən dövr gələcək. Günün ikinci yarısı şübhəsiz ki, sürprizlər gətirəcək. Çətin ki, plana uyğun hərəkət edə biləsiniz. Çox güman ki, improvizasiya etməli, yeni bir şey ortaya qoymalı olacaqsınız. Ətrafınızda hər kəs ideyalarınızı dərhal qiymətləndirə bilməyəcək, lakin dostlar planlarınızı həyata keçirməkdə şübhəsiz ki, kömək təklif edəcəklər. Qız, vaxt itirməsəniz çox şey əldə edəcəksiniz. Günün ilk yarısında ev işlərinə, ailə üzvlərinizin problemlərinin həllinə fikir verməli olacaqsınız. Özünüzü idarə edə bilsəniz və xırda şeylərə görə əsəbləşməsəniz, hər şeyin öhdəsindən tez gələcəksiniz. Kifayət qədər səy göstərsəniz, gələcək üçün möhkəm təməl yaradacaqsınız. Günortadan sonra qızların əksəriyyəti emosional yüksəliş hiss edəcəklər. Yalnız işgüzar deyil, həm də şəxsi məsələlərin müzakirəsi üçün əlverişli an. Siz həm söhbətlərinizi asanlıqla başa düşə və əsaslı arqumentlər gətirə bilərsiniz, ona görə də kompromis tapmaq çətin olmayacaq. Bugün siz xüsusilə aktiv və tamamilə yorulmaz olacaqsınız, buna görə də gün müstəsna dərəcədə məhsuldar olacaq. Çətin də olsa, tamamilə yeni bir işə başlamaq üçün əlverişli zamandır. Siz necə uğur qazanacağınızı tez anlayacaqsınız, gözlədiyinizdən daha yaxşı nəticələr əldə edəcəksiniz. Ətrafınızdakı insanlar həmişə sizinlə ayaqlaşmayacaqlar, ancaq ləng dostlarınıza və digər yaxınlarınıza qəzəblənməyəcəksiniz. Yolda çətin anlar olacaq, lakin sizə lazım olan hər şeyə sahib olduğunuzdan əmin olsanız və yolunuzu diqqətlə planlaşdırsanız, demək olar ki, onların qarşısını almaq olar. Günün əvvəlində xırda anlaşılmazlıqlar, başqaları ilə ünsiyyətdə çətinliklər mümkündür. Köhnə razılaşmalar pozula bilər, buna görə də planlaşdırılan işlərdən tamamilə fərqli bir şey etməli olacaqsınız. Ancaq çətinliklər sizi incitməyəcək və planınızdan əl çəkməyə məcbur etməyəcək. Şərait nə olursa olsun, hədəflərinizə çata biləcəksiniz. Günün ikinci yarısı xeyli sakit və məhsuldar olacaq. Bu saatlar köhnə bir planın həyata keçirilməsi üçün uyğundur. Həm işgüzar görüşlər, həm də şəxsi görüşlər yaxşı keçəcək. Başqaları ilə ünsiyyət qurmaq gözlədiyinizdən daha asan olacaq. Hobbinizi paylaşan insanlarla söhbət etmək, onlarla birlikdə maraqlı işlər görmək üçün yaxşı gündür. Onlarla fikir mübadiləsi aparmaq, yaxın keçmişin mühüm hadisələri haqqında təəssürat mübadiləsi aparmaq çox faydalı olacaq. Hətta mübahisələr də faydalı ola bilər, çünki onların sayəsində çox uğurlu həll yolları tapılacaq. Gün şübhəsiz ki, bəzi sevincli hadisələr gətirəcək və eyni zamanda ən ixtiraçı qızlara çoxdan can atdıqları hədəfə nail olmaq şansı verəcək. Sizdən tələb olunan tək şey keçici istəklərə təslim olmamaq və əvvəllər verilən vədləri xatırlamaqdır. Günün başlanğıcı parlaq və ruhlandırıcı olacaq. Bu zaman çoxlu yaxşı ideyalarınız yaranacaq. Yaxınlıqda məsləhət və ya kömək üçün müraciət edə biləcəyiniz insanların olması çox faydalıdır. Bəzi qızlar yeni dostlar tapacaq və ya uzun müddət həvəslə birlikdə işləyəcəkləri insanlarla görüşəcəklər. Günün ikinci yarısı narahat olacaq. Əvvəllər bilmədiyiniz problemləri həll etmək üçün eyni anda bir neçə işi görməyə hazır olun. Yaxınlarınızla kiçik fikir ayrılıqları mümkündür, lakin ciddi münaqişələr yaranmayacaq, mübahisələrdən qaçmağın bir yolunu tapacaqsınız. Tərəzi. Müsbət əhval-ruhiyyəyə kökləyin, onda gün çox yaxşı keçəcək. Səhər saatlarında bir çox tərəzilər özlərini bir qədər dalğın, əsəbi hiss edəcəklər. Günə kənardan kömək almadan öhdəsindən gələ biləcəyiniz işlərlə başlamaq daha yaxşıdır. Sizə tanış olmayan mövzuları tez başa düşmək həmişə mümkün deyil, lakin kifayət qədər səylə hər şeyin öhdəsindən gələ bilərsiniz. Günün ikinci yarısı uğurlu olacaq.
Diplomatiyanız və nəzakətiniz hər kəslə asanlıqla anlaşmaya, yeni tanışlıqlar qazanmağa və faydalı əlaqələr qurmağa kömək edəcək. Siz dayanmaq istəməyəcəksiniz və qətiyyətlə hərəkət etməyə, təşəbbüs göstərməyə, başqalarını ruhlandırmağa başlayacaqsınız. Bununla belə, bütün planları həyata keçirmək üçün kifayət qədər enerjiniz olmaya bilər. Buna görə də qüvvələri ağlabatan şəkildə bölüşdürməyə çalışın, yaranan bütün problemləri həll etməyə dərhal tələsməyin. Bugün ailə hadisələri üçün əlverişli zamandır. Qohumlarla görüşlər xoşunuza gələcək və əvvəllər aranızda fikir ayrılıqları olubsa belə, bugün barışa biləcəksiniz. Axşam gözlənilməz xoş xəbərlər sizi sevindirəcək. Haqqında narahat olduğunuz insandan da yaxşı xəbərlər alacaqsınız. Günün başlanğıcı çətin olacaq. Ola bilər ki, kimsə sizi yoldan çıxarmağa və ya çaşdırmağa çalışsın. Əvvəllər yaxşı yola getdiyiniz insanlarla münasibətlər qeyri-bərabər inkişaf edəcək. Gərginliklər, fikir ayrılıqları və mübahisələr mümkündür. Lakin zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Özünüzü daha sakit və inamlı hiss edəcəksiniz, bir çox təşəbbüslərinizin şanslı olduğunu görəcəksiniz. Ən yaxın insanlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Bir çox tərəzilər əvvəllər onlara heç bir işdə dəstək verməyənlərlə birgə hərəkətlər barədə razılığa gələ biləcəklər. Bugün qətiyyən darıxmayacaqsınız, çünki sizi qeyri-adi görüşlər, maraqlı söhbətlər və imtina etmək istəməyəcəyiniz təkliflər gözləyir. Bəzi tərəzilər nəhayət ki, uzun müddətdir gözlədikləri xəbəri alacaqlar və bürc nümayəndələrinin narahatlıqları dərhal daha da azalacaq. Özünüzdən mümkün olmayanı tələb etməməyə çalışın. Möhtəşəm planlar qurmamaq daha yaxşıdır, çünki gözlənilməz hadisəyə görə hər şey gözlədiyiniz kimi alınmaya bilər. Ən vacib və təcili ilə başlayın, çünki günün ilk yarısı xüsusilə əlverişli və məhsuldar olacaq. Gün məmnuniyyətlə götürəcəyiniz yeni işlər gətirəcək. Əvvəllər qazandığınız təcrübə sayəsində çətin tapşırıqları həll edəcək və köhnə rəqibləri məğlub edəcəksiniz. Son zamanlar gərginləşən münasibətlər yaxşılığa doğru dəyişəcək. Bu yaxınlarda sizi incidən insanlar düzəliş etmək istəyəcəklər. Bugünün bir çox hadisələrinin sizi sevindirməsinə baxmayaraq, əhval-ruhiyyəniz həmişə yaxşı olmayacaq. Başqa vaxt diqqət yetirməyəcəyiniz uğursuz anlaşılmazlıqlar kiçik hadisələrlə korlana bilər. Əqrəb. Gün çox rəvan başlamayacaq, ancaq hər hansı bir çətinliyin öhdəsindən gələcəksiniz. Səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Ailənizdə və ya şəxsi həyatınızda xırda problemlər diqqətinizi vacib olandan yayındıracaq. Bununla belə, əqrəblərin əksəriyyətinin səy göstərməsi və planlarına başlamağa çalışması vacibdir. Tədricən iş ritminə qoşulacaq və müsbətə köklənəcəksiniz. Günün ikinci yarısı yaxşı keçəcək. İdeyalarınız rəhbərlik, həmkarlar və biznes tərəfdaşları tərəfindən bəyəniləcək. Yalnız faydalı deyil, həm də zövqlü olacaq tanışlıqlar etmək asan olacaq. Gün gərgin və olduqca yorucu olacaq. Mümkündür ki, öz işlərinizi təxirə salaraq başqalarının problemlərini həll etməli olacaqsınız. Bundan zövq almayacaqsınız. Ancaq şikayət etməyəcəksiniz və hər şeyi mümkün qədər tez həll etməyə çalışacaqsınız. Və yaxşı nəticə verəcək və daha maraqlı fəaliyyətlər üçün kifayət qədər vaxtınız olacaq. Köhnə tanışlarla, uşaqlıq və gənclik dostları ilə görüş xoş olacaq. Köhnə əlaqələrin bərpası üçün əlverişli gündür. Uzun müddət kiminləsə ünsiyyət qurmasanız belə, indi anlaşmaq asan olacaq, söhbət üçün çox maraqlı mövzular tapılacaq. Gün maraqlı və məhsuldar olacaq. Daha əvvəl başladığınız işi bitirmək üçün əladır. Bəzi çətinliklər yaransa belə, planlarınızdan əl çəkməyəcəksiniz, istədiyiniz nəticəni əldə edəcəksiniz. Faydalı tanışlıqlar mümkündür, sizin üçün çox faydalı olacaq, uzun müddətli əməkdaşlığın başlanğıcı istisna deyil. Təhsil və elm sahəsində uğurlar mümkündür, tez bir zamanda çox şey qavrayacaq, əvvəllər çox çətin görünən məsələləri başa düşəcəksiniz. Yeni biliklər yaxın gələcəkdə yalnız sizin üçün deyil, yaxınlarınız üçün də faydalı olacaq. Eyni anda bir neçə işi görmək, son vaxtlar sizi və yaxınlarınızı narahat edən bütün məsələləri bir anda həll etmək istəyəcəksiniz. Təəssüf ki, bu üsulun uğur qazanacağı ehtimalı azdır. Amma ardıcıl hərəkət etsəniz, o zaman hər şey vaxtında olacaq və siz tükənməyəcəksiniz. Lazımsız təlaşdan qaçmaq, soyuqqanlılıq və uğura inamı qorumaq vacibdir.
Bir çox tanışlar üçün və təkcə onlar üçün deyil, bugün dəstəyiniz və köməyiniz xüsusilə vacib olacaq. Ancaq öz işlərinizi ataraq başqalarının problemləri ilə məşğul olmazdan əvvəl bunun lazım olub-olmadığını düşünün. Təəssüf ki, kiminsə sizin xeyirxahlığınızdan sui-istifadə etməyə çalışması riski var, gün gərgin keçəcək. Siz çətin ki, bir işə diqqət yetirə biləsiniz. Çox güman ki, bir anda bir neçə məsələni həll etməli, təkcə öz işinizlə deyil, həm də başqalarının işləri ilə məşğul olmalısınız. Başqalarının çox yüksək gözləntilərini poza bilərsiniz. Amma öz maraqlarınızı unutmamağa çalışın və onları qurban verməyin. Çətin bir işin öhdəsindən gəlməzdən əvvəl onun öhdəsindən tək başına gələ biləcəyinizi düşünün. Bugün çətin ki, kimsə köməyinizə vaxtında gəlsin, ona görə də yalnız öz gücünüzə güvənmək daha yaxşıdır. Ox atan. Əhəmiyyətli işləri sonraya qoymayın. Günün ilk yarısında düşüncələrinizi toplamaq və prioritetləri müəyyənləşdirmək çətin ola bilər. Bir çox ox atan yaxınlarının problemlərinin həlli və iş tapşırıqları ilə eyni vaxtda məşğul olmalı olacaq. Kifayət qədər səy göstərsəniz, hər şey nəticə verəcəkdir. Bəzi uzun müddət davam edən əlaqələri və münasibətləri yenidən nəzərdən keçirmək üçün bir səbəb olacaq. Günün ortasında siz güc və enerji ilə dolu olacaqsınız, ona görə də təkcə planlaşdırdığınız hər şey deyil, həm də uzun müddətdir təxirə saldığınız işləri yenidən düzəltməyə vaxtınız olacaq. Axşamı ən yaxşı şəkildə istirahət etmək və sağalmaq üçün yaxınlarınızın əhatəsində keçir. Bugün diqqət mərkəzində olma ehtimalınız həmişəkindən daha çoxdur. Bundan faydalanmağa çalışın, ideyalarınızdan danışın, müttəfiqləriniz kimi görmək istədiyiniz insanları maraqlandırmağa çalışın. Romantik münasibətdə təşəbbüsü ələ ala bilərsiniz, bunun ardınca mütləq yaxşılığa doğru dəyişiklik gələcək. Başqalarının uğursuz olduğu yerdə əzmkarlıqla uğur qazanacaqsınız. Bugün bəzi ox atanlar yaxın vaxtlara qədər onlara demək olar ki, qeyri-mümkün görünən işlərin öhdəsindən parlaq şəkildə gələcəklər. Axşam çox xoş sürprizlər vəd edilir. Gün işgüzar ünsiyyət üçün əlverişli olacaq. Ciddi danışıqlar, xoş təəssürat yaratmaq istədiyiniz insanlarla görüşlər üçün əlverişlidir. Bəzi köhnə fikirləri, əvvəllər düşündüklərinizi həyata keçirmək şansınız olacaq. Bu, yeni tərəfdaşlar tapmağa kömək edəcək. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Daha əvvəl anlaşa bilmədiyiniz insanları daha yaxşı başa düşəcəksiniz. Günün ikinci yarısında ulduzlar sevən ox atanlar üçün əlverişli olacaq. Sizin üçün xüsusilə əziz olan biri ilə təmaslar üçün əlverişli zamandır. Bugün başqalarını demək olar ki, özünüzdən daha yaxşı başa düşəcəksiniz. Hətta təmasda olmaqdan çəkinən, özləri haqqında heç nə deməyən və heç bir emosiya nümayiş etdirməməyə çalışanlarla belə anlaşmaq mümkün olacaq. Hər kəsə münasibət tapmaq bacarığınız ətrafdakı insanlarda silinməz təəssürat yaradacaq. Sizinlə əvvəllər ünsiyyətdə olmayan insanlar nələri itirdiklərini başa düşəcəklər. Siz sadəcə istirahət edə və yaxşı vaxt keçirə bilərsiniz. Amma ulduzlar bugün faydalı iş görmək istəyən ox atanlar üçün xüsusilə əlverişli olacaq. Bürcün işgüzar nümayəndələrini böyük uğurlar gözləyir. Gün vacib işlər üçün əlverişlidir. İntuisiyanız sizə necə hərəkət edəcəyinizi söyləyəcək, çətin suallara cavab tapmağa kömək edəcək. Diqqətinizi yönəltsəniz, təhsildə də uğur qazana biləcəksiniz. Həmçinin işgüzar danışıqlar böyük ümidlər bəsləməsəniz də onlar yaxşı keçəcək. Əvvəllər fikirlərinizə şübhə edən insanlar yanaşmalarını dəyişəcəklər. Qohumlarla fikir ayrılığı mümkündür. Xüsusilə maliyyə və ya ümumi əmlak, bəzi planlaşdırılmış satın almalar ilə bağlı mübahisələrin yaranması ehtimalı yüksək olacaq. Belə məsələlərin müzakirəsini təxirə salmaq daha yaxşıdır. Oğlaq. Kifayət qədər səy göstərsəniz çox şeyə nail ola bilərsiniz. Dözümlülük, əzmkarlıq və özünə inam məqsədlərinizə çatmağa imkan verəcək. Rəhbərlərinizlə ümumi dil tapmaq asan olacaq. Bəzi oğlaqlar nüfuzlu himayədarlar və etibarlı müttəfiqlər əldə edəcəklər. Qazanclı sövdələşmələr etmək üçün əla vaxtdır. Bununla belə hər addımı diqqətlə nəzərdən keçirin və tələsik vədlər verməyin. Vacib işləri axşama qədər təxirə salmayın. Emosiyaların öhdəsindən gəlmək sizin üçün çətinləşəcək.
Ən yaxşısı özünüzlə və ya sizi dinləyib dəstəkləyən insanlarla tək qalmaqdır. Gün qeyri-adi ideyalar gətirəcək. Unutmayın, onların hamısı ilk baxışdan göründüyü qədər yaxşı olmayacaq. Buna görə də planınızı həyata keçirməyə başlamazdan əvvəl hərəkətlərinizin mümkün nəticələrini real qiymətləndirməyə çalışın. Təcrübəsinə etibar etdiyiniz dostlarla məsləhətləşə bilərsiniz. Ən yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Sizə ən yaxın insanların niyə həmişə istədiyiniz kimi davranmadığını başa düşəcəksiniz. Bir daha keçmişin bəzi xoşagəlməz hallarını düşünərək heç də hər şeydə haqlı olmadığınızı başa düşəcəksiniz. Gün heyrətamiz hadisələr və qəribə təsadüflərlə qeyri-adi dərəcədə səxavətli olacaq. Çox işlər plana uyğun getməyəcək, ancaq gün sizi sevindirəcək, əldən vermək istəmədiyiniz yeni imkanlar açılacaq. Yaxşı sövdələşmələr mümkündür. Bəzi oğlaqlar yeni gəlir mənbəyi tapacaqlar. Hisslərinizi başa düşəcəksiniz, sizi həqiqətən nəyin narahat etdiyini anlayacaqsınız. Yaxınlarınızla münasibətlərdə problemlərə necə son qoymaq, sizi əsəbləşdirən bütün fikir ayrılıqlarını keçmişə tərk etməyin yolu aydın olacaq. Günün ikinci yarısı yaradıcılıq və təhsil üçün əlverişli olacaq. Bugün soyuqqanlılığınızı qorumaq bacarığı sizə çox faydalı olacaq. Xüsusilə səfərlər və ya görüşlər planlaşdıranlar üçün bugün asan olmayacaq. Nələrsə plana uyğun getməyə bilər, çaşqınlıq yarana bilər, bu da gecikmələrə səbəb olacaq. Hər şeyi başa düşəcəksiniz, amma bunun üçün səy və səbr lazımdır. Yaxınlarınız sizi həmişə düzgün başa düşməyəcəklər. Ancaq ən sadə məsələləri dəfələrlə izah etməli olsanız belə, onlara qəzəblənməyəcəksiniz. Günün əvvəlində ünsiyyətdə xoşagəlməz məqamlar istisna edilmir, lakin axşama yaxın hər şey mütləq öz yoluna düşəcək. Xırdalıqlardan narahat olmayın. Təmkininizi qorusanız, qərar verməkdə tələsməsəniz və heç kimin sizə təzyiq göstərməsinə imkan verməsəniz, gün yaxşı keçəcək. Ola bilər ki, başqalarının işinə qarışmalı olacaqsınız. Amma bunu o qədər incə edəcəksiniz ki, heç kim inciməyəcək. Yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Əgər əvvəllər tez-tez mübahisə edirsinizsə, bugün mütləq razılaşa, hamının bəyənəcəyi bir həll yolu tapa biləcəksiniz. Axşam köhnə dost və ya sevdiyiniz insanla görüş üçün münasibdir. Bir-birinizə çox vacib şeylər danışacaqsınız. Dolça. Sizi gərgin gün gözləyir. Müxtəlif insanlarla çox ünsiyyət qurmalı olacaqsınız və onların hər birinə asanlıqla yanaşma tapacaqsınız. Bəzi dolçalar uzun müddətdir gözlədikləri şad xəbər alacaqlar. Bu fikir mübadiləsi üçün əla zamandır, hər kəsə uyğun bir həll tapa biləcəksiniz. Artan cəlbediciliyiniz və incə davranışlarınız diqqətdən qaçmayacaq. Romantik və ya dostluq münasibətlərinə çevrilə bilən yeni tanışlıqlar mümkündür. Axşam saatlarında yaxın qohumlara kömək etməli olacaqsınız, lakin bu nə yorucu, nə də ağır olmayacaq. Əksinə, hətta bundan həzz alacaqsınız. Başqaları ilə ünsiyyət qurmaq nəzərə çarpacaq dərəcədə asanlaşacaq, çünki nəhayət onların ağlında nə olduğunu başa düşəcəksiniz. Ola bilər ki, sizdən gizlədilənləri təxmin edəcəksiniz, bilmədən başqalarının sirlərini açacaqsınız. Heç kimə zərər verməmək üçün alınan məlumatlardan istifadə etməməyə çalışın. Daha sonra bunun üçün özünüzü dəfələrlə tərifləyəcəksiniz. Gün ailəvi səfərlər üçün əlverişli olacaq. Dostlarınızla, sevdiyiniz insanla və ya bəyəndiyiniz yeni tanışınızla bir yerə çıxmaq da gözəl olacaq. Axşam romantik sürprizlər vəd edilir. Başqalarının yaxşı fikirlərini tez bir zamanda götürəcəksiniz, öz planlarınızı kiminlə bölüşməli olduğunuzu tez başa düşəcəksiniz. Bəzi dolçalar müttəfiqlər tapacaq, onların dəstəyi ilə böyük uğurlar qazanacaqlar. Sərfəli sövdələşmələr və alışlar mümkündür. Səyahətlər yaxşı keçəcək. Onların sayəsində əhvalınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq, mənzərənin dəyişməsi ruhlandıracaq, çoxlu canlı emosiyalar bəxş edəcək. Axşam yaxınlarınızla ünsiyyət üçün ideal zamandır. Tez ortaq dil tapacaqsınız, çox işdə razılaşacaqsınız. Gün görüşlər və tanışlıqlar, xoşladığınız insanlarla ünsiyyət üçün əlverişli olacaq. Baxışları sizinkindən fərqli olanlarla mübahisəsiz əməkdaşlıq etmək, yeni rəqibləri öz tərəfinizə çəkmək mümkün olacaq. Ola bilsin ki, uzun müddət davam edən düşmənçiliyin yerində qarşılıqlı rəğbət yaransın. Bugün diqqətinizi faydalı bir işə yönəltmək çətin olacaq.
Hərdən diqqətiniz xırda detallara yayınacaq, bəzən isə sadəcə xəyallarda uçacaqsınız. Özünüzü qınamayın, sadəcə istirahət etməlisiniz. Gün maliyyə ilə bağlı məsələlərin həlli üçün münasibdir. Burada şanslı olacaqsınız. Ola bilər ki, sərfəli sövdələşmələr bağlayasınız. Gəlirinizi artırmağın yolunu da tapa bilərsiniz. Bugün potensial işə götürənlərlə görüşə gedən dolçalar üçün həyəcanverici perspektivlər açılacaq. İşlər plana uyğun getməsə narahat olmayın. İntuisiyanız necə davranacağınızı mütləq söyləyəcək. Vəziyyəti tez idarə etmək bacarığınız çoxlarını heyran edəcək. Balıq. Gününüz xeyirli olsun. Uzun müddətdir həll edə bilmədiyiniz bir çox vacib məsələləri həll edəcəksiniz. İntuisiya və fikir müxtəlif insanlara asanlıqla yanaşma tapmağa imkan verəcək. Bir çox balıqlar hətta uzun müddətdir rəqib olanlarla belə razılığa gələ biləcəklər. Ola bilər ki, sizdən əlavə iş yükü götürməyiniz istənsin, lakin bu, karyeranızı yüksəltmək və gəlirinizi artırmaq üçün yaxşı fürsət yaradacaq. Günün sonunda xırda çətinliklər istisna deyil, xüsusən də yaxınlarınızla münasibətlərdə. Xırda mübahisələr əhval-ruhiyyəni biraz korlayacaq. Ancaq istəsəniz, çox tez barışa bilərsiniz. Planlarınızı nəzərdən keçirin. Yəqin ki, bugün siz prioritetlərinizi səhv təyin etdiyinizi və ya öz gücünüzə güvənmək əvəzinə şəraitə etibar etdiyinizi başa düşəcəksiniz. Ancaq işləri düzəltmək üçün hələ də gec deyil. Yeni tərzdə hərəkət etməyə başlayın, istədiyiniz nəticələrə tez nail olacaqsınız. Gün sizi xoş görüşlər, eləcə də son vaxtlar darıxdığınız insanlarla ünsiyyət qurmaq fürsəti ilə sevindirəcək. Bəzi balıqlar mübahisədə olduqları şəxslərlə barışa, köhnə əlaqələri bərpa edə biləcəklər. Diqqəti biznesə yönəltmək çətin olacaq, bugün daha tez-tez diqqətinizi yayındıracaqsınız. Planlaşdırılmamış səfərlər mümkündür. Bəzi balıqlar başqalarının səhvlərini düzəltməli, başqalarının başladığı işi bitirməli olacaqlar.